Hörmətli vitse-prezident Mehriban xanım, mən Musayev Araz, 9 qat dünya, 4 qat Avropa, əməkdar beynəlxalq dərəcəli idman ustası, bildiyiniz kimi Muay Thai Federasiyasının prezidenti və cənab prezidentimiz tərəfindən evlə, fəxri fərmanla və digər medal, diplomla fərqləndirilmişəm. Hörmətli Mehriban xanım, sizə müraciətim bir Azərbaycan vətəndaşı olaraq, bir Azərbaycan idmançısı olaraq və bu xalqın nümayəndəsi olaraq sizə üst tutub deyirəm. Hörmətli vitse-prezident, bildiyiniz kimi həyatıma sui-qəsd olmuşdu. Sui-qəsd edən və bu addımları atan, bunu hər kəs bilir ki, ölkəmizdə məmur vəzifəsində çalışan insan tərəfindən törədilmişdir. Və buna baxmayaraq, İdman Nazirinin şöbə rəisi və digər idman şöbəsinin qurumları bizi yarışa getməyi və yarışda iştirakımıza heç bir maddi ayrım ayrılmamaq və bizim üzərimizə bir neçə bizim federasiyaya aid olmayan Kickboks Federasiyasının nümayəndələrini və bu günləri bildiyiniz kimi Türkiyə Respublikasında ölümə qətl cinayətində istintaq altında yatan şəxsləri bizim üzərimizə göndərmişdilər. Hörmətli Mehriban xanım, sizdən xahiş edirik, bir Azərbaycan vətəndaşı kimi, bu vətənin övladı kimi sizdən xahiş edirik, həyatım təhlükə altındadır və yenidən əməliyyata ehtiyacım var. Hər gün hədə-qorxu altında yaşayıram. Zəhərləndiriləcək sözləri söylənilir və digər ətrafında bir neçə 50, 100, 200, 300 adam toplayaraq mənə hədə gəlməsi və restorana dəvət edib ölümlə hədələməsi və digər addımların atılması və bildiyiniz kimi apellyasiya məhkəməsi, yasamal məhkəməsinə təsir göstərərək prokuratura, baş prokuratorluq və hər bir yerə bu cinayətlə bağlı Azərbaycanda baş vermiş cinayətlə bağlı müraciət etmişəm. Xahiş edirəm, etdiyim müraciəti qeydiyyata alınmasına öz nəzərinizə götürəsiniz və bu məsələnin hüquq qanunverici orqan tərəfindən araşdırılması və cinayətkarlar tez zamanda cəzalanmasını sizdən xahiş edirik. Bir məmur və digər məmurlar tərəfindən hər zaman həyatım təsir altındadır. Federasiyamızı əlimizdən açıq, aydın ictimai birliyi almaq üçün hücumlar edirlər. Hətta ölümlə üzləşirəm. Cənab vitse-prezidentimiz, hörmətli Mehriban xanım, sizdən xahiş edirik, bir idmançı kimi, bir federasiya prezidenti kimi və bütün komandamız adından, bütün Muay Thai komandası adından bu müraciəti sizə edirik. Biz sizə inanırıq. İnanırıq ki, tez zamanda cinayətkar dəstə, cinayətkar qrup və bir neçə adamlar tərəfindən törədilmiş bu cinayətin üstünün asılmasına və bu gün həqiqi cinayətkarların tutulması, cinayət qarşısında cavab verməsinə bizə köməklik göstərəsiniz. Və buna inanırıq. İnanırıq ki, Mehriban xanım, siz bizə yardımcı olacaqsınız və bizi cinayətkarlardan xilas edəcəksiniz. Bu artıq bir deyil, artıq bir neçə insanın mənim üstə göndərilməsi, bu hər kəs bunu bilir və hər kəs də bundan xəbəri var. Hörmətli Mehriban xanım, sizdən xahiş edirik, bu cinayətin törədilməsi və cinayət Azərbaycandan başlayıb törədilib və gedib Türkiyədə, bir qismi də Türkiyədə həyata keçirilib. Ancaq buna baxmayaraq, bu gün də mənim həyatıma hücum var, mənim həyatıma təsir var, bu gün də mətbuatda və digər qurumlarda ətrafında toplamış, pul xərcləyərək yaradılmış 8-dən 10-dan çox vəkillərlə bütün Türkiyə bundan danışır. Hörmətli vitse-prezident, bir Türkiyədə bir insan 300 min dollara qədər vəkillərə pul verir və bunu mənim üzərimə göndərməsində və mən adı bir idmançıyam, Masallı rayonunun Lürən kəndində böyümüş, müəllim ailəsində böyümüş bir şəxsəm. Mən heç bir məmur deyiləm, mən heç bir artıq bir işlə məşğul olan insan deyiləm. Ancaq bu boyda gücü mənim üzərimə qoymaq, məni öldürmək istəmək və ölümə qəsd etmək və hər gün buna davam etmək, federasiya mənimdir, mənim olacaq sözü ilə ifadə etmək bir
necə deyərlər, bir dəstənin toplanması və bir böyük bir qrupun yaradılması ancaq bir şəxsi, bir kənd uşağının üzərində bu boyda gücün toplanmasının mənası nədir və cinayətin tərkibi nədir? Bunu bilmək üçün sizə müraciət edirəm. Hörmətli Mehriban xanım, biz inanırıq ki, tez zamanda bu cinayətin üstünü açaraq, bu cinayətkarlar tez zamanda öz cinayətlərini boynuna alaraq və xalqımızın qarşısında öz cinayət necə deyərlər, onu tam formada həyata keçirdərək bu mənada sizə təşəkkür edirəm. Bütün idmançılar adından hər kəs bunu gözləyir və hər kəs mənim üçün dua edir. Yenə də əməliyyata ehtiyacım var, hörmətli Mehriban xanım. Ancaq buna baxmayaraq həyatım təhlükə altındadır. Sizdən xahiş edirəm, həyatımı xilas edəsiniz.